Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Quiz 1-in izahını verirəm, diqqətlə baxın. Turist yolun, bütün yolun 5də 3 hissəsini getdi. Yolun hansı hissəsi gedilməmiş qalıb? 5-dən 3-ün gedibsə, təbii ki, 5də 2-si qalıb. Bir maşınla qumu 8 saata, digəri isə 9 saata daşımaq olar. Bu maşınlar ikisi birlikdə 4 saat işləsələr, qumun hansı hissəsi daşınmamış qalar? 4 saat işləsələr, biri işin 8-ə 4-ün görəcək, digəri isə 9-a 4-ün görəcək. 8-dən 9 nə ki bu 72, bunun tamamlayıcısı 9, bununki 8. Alaram ki 72-də 36, üzərinə gəlsin 72-də 32. Bu deyəcək 72-də 68. Uşaqlar 72-də 68 hissəsini daşınmış olarlar. Daşınmamışı istəyir. Yəni 72-də 4 hissəsin. Bu deyəcək 18-də 1. Birinci boru hovuzu 5 saata, ikinci 4 saata doldurur. Onlar birlikdə işləsələr hovuz neçə saata dolar? 1 böl A üzərinə gəlsin 1 böl B bərabərdir 1 böl X düstur. Yadınızdadır mı? Yəni 1 böl 5 üzərinə gəlsin 1 böl 4. Bunun tamamlayıcısı 4, bununki 5'dir. Yəni 20'də 4 üzərinə gəlsin 20'də 5, eləcə 20'də 9. 20'də 9'u zamana çevirsəm olacaq 9'da 20. Yəni 2 tam 9'da 2 C variantı. Kəsirlərdən hansı sonlu onluq kəsir şəklində göstərilə bilməz? Məxrəclərdə 2'lər, 5'lər yoxdursa olmaz. Bax, məsəl üçün, burada 2'lər, 5'lər, 2'lər, 2'lər, 5'lər. Amma 35'ini isə vuruqlarını ayıranda görəcəksiniz ki, 5 və 7 var və 7 buradakı sürətlə ixtisar getmədiyinə görə təbii ki, düzgün cavab olacaq 35'də 16. Kəsrin düzgün olması üçün sürət nə olmalıdır uşaqlar? Məxrəcdən kiçik olmalıdır. 7A kiçikdir 13'dən. Təbii ki, A'nın bir qiymətində uyğundur. A'nın yerinə hansı rəqəmlər yazdıqda düzgün olmayan olması üçün sürət məxrəcdən böyük və ya bərabər olmalıdır. Təbii ki, 7, 8 və 9 qiymətində. Baxın, müsbət ədədləri müqayisə edəndə əgər A, B, C-dən böyükdürsə, müsbət ədədlər üçün 1 böl A tərsində artıq kiçikdir olacaq. Yəni, məsəl üçün 1 böl A kiçik olacaq 1 böl B-dən, onda kiçik olacaq 1 bölünsün C-dən. Artıq tərsi mümkün olacaq. Yəni, E variantı. Sonra keçirəm 8-dən. Ədədin 3-də 2 hissəsinin üzərinə 3 əlavə etdikdə ədəd X-dır. 3-də 2 hissəsinin üzərinə 3 əlavə etdikdə ədədin özü alınır, yəni X alınır. Heç nə, uşaqlar, buradan X-i tapmaq istəyirsiniz də, hər tərəfi vurun 3-ə, 2x üzərinə gəlsin 9, bərabərdir 3x-a. X deyəcək 9. Abituriyentlərin qruplar üzrə sənəd vermələri diaqramına əsasən 3-cü qrupa bütün abituriyentlərin hansı hissəsinin sənəd verdiyini tapın. Baxın, bu çevrədir da. Çevrəmiz 360 dərəcədir. 60, 80, 140, üzərinə 100 gəlirəm 240. Deməli, 3-cü qrup olacaq 120. Yəni, 3-cü qrup 360'ın 120, yəni 360'da 120 hissəni təşkil edir. Bu da eləyəcək 3-dən 1'i. Müqayisə edin deyir uşaqlar. Baxın, 2'yə bölsəm eləyəcək 101'də 10. 3'ə bölsəm eləyəcək 101'də 10. Nə təsadüfdür ki, B də 101'də 10'dur. 3'ü də bir-birinə bərabərdir. Bunu öyrətmişdim də mən sizə. Baxın, 1 0 atıram, 30 bölünsün 2, 15. 1 0 atıram, bərabər olsun vergüldəki sonra rəqəmlərin sayı. 50 bölünsün 4, yəni 25 böl 2, yəni 12,5. Burada vergüldən sonra 2 rəqəm var, burada 3 rəqəm var. 1 0 atıram, alacağım 60 bölünsün 50. Yəni 6 bölünsün 5, 1,2. Heç nə, bunu çıxacağım. Yəni 15'dən ümumilikdə 13,7'ni çıxmalıyam. O da eləyəcək. O da eləyəcək, bilmirəm axı. Düz hesabladım mən görəsən. İstəyirdim, burada səhv hesabladım. 6 bölünsün 50 olacaq. Burada 60 yox. Burada səhv hesablamışam. Bu da eləyəcək uşaqlar. Bunu da 2'yə vursam 12 bölünsün 100. Yəni 0'dan %12. Burada 0'dan %12 olacaq. İndi düz olacaq. Yəni 15'dən ümumilikdə çıxmalıyam. 12 tam %62'ni. O da verəcək mənə bu da verəcək mənə 2 tam %. Çıxa bilmədim. Düz hesabladım görəsən. 25 tələm-tələsik hesablayıram.
2'ye böləndə düz dedim də 12 onda 5 eləyir. 12 onda 5 üzərinə gəlsin. Ərinməyəcəm, yazacağım. 0,12. Bu da eləyəcək 12,162 düzdür. 15'dən də 15'dən də görürüm ki, elə bir cavab yoxdur. Ona görə qalıram uşaqlar. 12,162'ni çıxanda ondan 2 çıxıram 8, 9'dan 6 çıxıram 3. Birini vermişdim. 1,138. Məncə burada hesab səhv elədim. Tələm-tələsik. Gəlin bir də baxaq. Burada vergül atıram. 32'ye böləndə 15 çıxılsın. 50 bölünsün 4. Bu üzərinə gəlmədi. Ona görəymiş. Bildim. Səhvim uşaqlar. 6 bölünsün 50. Tamam. 6 bölünsün 50. Bunu da 2'ye vursam 12 bölünsün 100 deməkdir. Bax bu hissəmiz. Yəni 15 çıxılsın. 12 onda 5 üzərinə gəlinsin. 0,112. Burada səhv eləmişik. 15'dən 12 onda 5 çıxanda eləyəcək 2 onda 5. Onun da üzərinə %12 gələndə 2,162. Qarşılıqlı tərs ədədlər hasili 1'ə bərabər olan ədədlərdir. Və görürəm ki, məsəl üçün 3'də 4'də 4'də 3 olmalıdır. Bu deyil. Və baxıram ki, birincidən bu eləyəcək 5'də 37. Bu da 37'də 5'dir. Elə hasil eləyəcək 1. Sonra buna bir x desəm uşaqlar 7'də 1 ilə 7'də 6'yı toplayanda eləyəcək 1. Alt bal toplasam 9'da 1 ilə 9'da 8'i toplayanda 1. 13'də 1 ilə 13'də 12'ni toplayanda 13'də 13 bu da 1. 17'də 1 ilə 17'də 16'yı toplayanda 17'də 17 bu da 1 bərabərdir a plus x. A plus x'imiz 4'ə bərabərdir. Buradan x'i tapanda 4 minus a. Şagird 240 səhifəlik jurnalın altda 5 hissəsini oxudu. Neçə səhifə oxunmamış qalıb. Əgər şagird altda 5'ini oxuyubsa, uşaqlar altda 1'i oxunmamış qalıb. 240'ı da altda 1'ə vururam. Bu da eləyəcək 40. Sonra bir işi fəhlə, bir fəhlə 5 saatda, digəri 6 saatda görür. Hər iki fəhlə 2 saat işləsələr, işin hansı hissəsi görülməmiş qalır. 2 saatda birin 5'də 2'sini görür, o biri isə 6'da 2'sini görür. 5 ilə 6'nın əköbü 30'dur. Bunun tamamlayıcısı 6, bununki 5'dir. 30'da 12 üzərinə gəlsin. 30'da 10. Bu da edəcək 30'da 22. 30'da 22 hissəsi görülmüşdür. Görülməmişi istəyir olacaq 30'da 8. 2'yə də bölsəm 15'də 4. Gəlin müqayisə edək. Müqayisə edəndə dedik ki, baxın tam hissələri eynidir. Gəlin vergüldən sonraki rəqəmləri bərabərləşdirək. Burada 42'dir. Bax, bunu açsam, B-ni açsam, C-ni açsam, olacaq 42, 42. Baxıram ki, burada vergüldən sonra 4 rəqəm var. Amma burada və burada azdır. Ona görə bunu da açıram. 4, 2, 2. Gördünüz, 2, 2 gedir də o. Burada da 42'dən sonra 2 dənə 0 var. Baxın, gördünüzmü? Deməli, burada ən kiçiyimiz olacaq hansı? A, sonra B, sonra C. Ən böyük olacaq C. 48'in altda 5'in 6 ilə gedir 48. 8, 5'ə vuranda 40. Onu 3'də 4'ə bölmək, yəni x oldu 40. 4'də 3'ə vurmaq deməkdir. Bu da eləyəcək 30. 40'dan da 30'u çıxanda 10. Məxrəci 6 olan düzgün. Hər tərəfini buradan 9'a vursam, 45'ə gətirsəm, bunun tamamlayıcısı 9, bununki 5'dir. Bu eləyəcək 45'də 9, kiçikdir 45'də a, o da kiçikdir 45'də 20. 9 ilə 20 arasında yerləşən neçə dənə natural ədəd var? Deməli, sayı necə tapırıq? 20'dən 9 çıxıram, ondan da 1'i çıxsam. Çünki nə 9 alır, nə 20'ni alır. Bu da eləyəcək 10. 20 görsəm bir uşaqlar məndə, nə də mən bunu silə bilmirəm. Ta üzürlü sayın. Keçim o biri sınağın izahına. Deməli, bircə dəqiqə. Aha, keçəyim bunun izahını verim sizə. Buranı təmizləyim. Deyir ki, bu ifadəsini sadələşdirin. A-dan neçə dənədirsə o qədər bir yazılır. Yəni 1111 qələmi dəyişdirim. A bölə üzərinə gəlinsin 11B bölünsün 11A üzərinə gəlsin 11B.
11'i ortaq vuruq kimi çıxartsam 101A plus B bölünsün 11 vurulsun A plus B. 11'ler geçecek. Düzgün yox. Düzgün cavab burada olacaq. C variantı. Sonra burada yolunu demişdim də mən sizə. Yaduza gəlir. Bax, buradan 1'i vuracağım 2n plus 1'ə. İkilərin də sayını bilmirəm də. Burada n varsa deməli n qədərdir. 2 vurulsun n. Yəni düzgün cavab olacaq burada 2n bölünsün 2n plus 1. Bu bizim qaydamızdır. Hesablayın. 2'də 1'in kvadratı 4'də 1 bölünsün. Kubu eləcək 64'də 1'ə. Yəni 4'də 1 vurulsun 1'də 64. Bununla bu gedir eləyəcək 16. Gələk 4-cü suala, qəşəng sualdır. Yəni A bölünsün 9'da A üstə gəlinsin. A-adırsa 11A bölünsün 99'da A üstə xət, yəni 11A. Fikir verin buna. 3 dənədirsə 111A bölünsün 999'da 111A. Və görürsünüz ki, bununla bu gedəcək ixtisar 9 yuxarı qalxacaq. Bununla bu gedəcək 99 yuxarı qalacaq. Bununla bu gedəcək 999. Bunları da toplayanda eləyəcək. Bir dəqiqə kalkulyatorımızdan dəstək alaq. 99 üzərinə gəlsin 9, üzərinə gəlsin 999, 1107. E variantı. Məxrəci 5460 olan düzgün kəsirlərdən neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar. Bayaqki var idi o 6 məsələsi. Baxın ondandır bu. 5460'ı böləcəm 2'yə. Eləcə 2730. 2'yə böləndə bir dəfə 3, 6, 13 belə eləməlidir səhv eləmirəmsə. 5'ə böləndə 2 dəfə 5, 10, 36'da 5, 7 dəfə 73. Sonra 3'ə bölünür. 9, 12, 3'ə bölünür. 3'ə bölünəndə bir dəfə 3'ə bölünür. Axı mən burada dayanın görün. Burada səhv böldüm uşaqlar. 27'ni 3'ə böləndə 8 dəfə 3, 24. 9 dəfə 3. 91. Sonra bu da 7'yə bölünür. Bir dəfə 13. Məxrəcimizi sonlu onluq kəsir şəklində göstərmək istəyiriksə, burada 3'də ola bilməz, 7'də ola bilməz, 17'də ola bilməz. Sadəcə bunlar ola bilər. 2'dən 2 dənə, 5'dən 1 dənə. Bunu da sayını hesablayanda eləyəcək 2 üstü 2 vuraq 5 üstü 1. Bunu da hesablayanda 4 vurulsun 5 eləyəcək neçə? 20. 20 dənədir. Amma düzgün dediyinə görə bu 20'dən də biri çıxanda eləcək neçə? 19. Başa düşdünüz? Sonra neçədir bu 6-cısı? Bu ifadəsinin ən böyük qiymətini tapın. Burada eləyəcək 111A bölünsün. Burada 1111B vuraq 4444 bölünsün 777. 111 ilə bu gedir. Burada 7 qalır. Bu da 1111'ə gedir. Burada 4 qalır. Burada B. 4A. Alacağım ki, baxın, indi mənə deyir ki, bu ifadəsinin ən böyük qiymətini tapın. Ən böyük qiymətini tapmaq istəyirəmsə, burada A'ya ən böyük qiyməti verəcəm. B'yə ən kiçik qiyməti verəcəm. B'yə 1 verəcəm. A da rəqəm olduğuna görə verə biləcəm ən böyük qiymət 9'dur. Yəni 9 vur 4 böl 7. 9'u 4'ə vuranda 36 böl 7. Bu da eləyəcək 5 tam 7'də 1. C variant. Aydın oldu. İndi 7'də də müqayisədir uşaqlar. Rəqəmləri bərabərləşdirməliyik ki, müqayisə eləyək. Yəni vergidən sonra rəqəmlərin sayını. Baxın, bunu açsam 0, 17, 17. Tamlar eynidir. Yəni tamlara baxmıram da, yaxşımı? Burada 5 rəqəmi oldu. Bu da belə. Sonra ümumiyyətlə bu görürüz 0 gəldiyinə görə ən kiçiyimiz bizim D'dir. Sonra buradan açıram. Ancaq 7, 7 yazıram. Burada da 177, 177, 6 rəqəm oldu. Buradan atsam 17, 17, 17. İndi baxırsınız ki, baxın, ilk 4 rəqəmi müqayisə edin. Bu 1717'dir.
Bu 1771'dir, 1777'dir. Bu da olacaq 171. Deməli, burada ən kiçiyimiz D-dir. Baxın, D. D ən kiçikdir. Ondan sonra da 1717, yəni A gəlir. D A gəlməlidir. D ilə B variantıdır. Birinci krant hovuzu 6 saatda, ikinci krant 9 saatda, üçüncü krant 18 saatda doldurur. Deməli, onda 6'da 1 üzərinə gəlsin, 9'da 1 üzərinə gəlsin, 18'də 1. Tamamlayıcısı 3, 2, 1. Bu da eləyəcək 18'də 6, bu da eləyəcək 3'də 1. 3'ü də eyni zamanda açılanda hovuzun 3'də 1'i dolur. 1 saat ərzində. Tamamı isə dolacaq 3 saata. Sonra nədir? Qarpız və yemişlə dolu maşının kütləsi 6 tondur. Qarpız və yemişin, yəni qarpız üzərinə gəlsin yemiş eləyib 6 ton. Hə, bu arada maşın da var ha. Hamısı bir yerdə. Maşının kütləsi. Hə, tamam. Yazıram qarpız, yemiş, bir də maşın. Hamısı 6'dır. Yəni birinə A, birinə B, birinə də C. Yəni uşaqlar A, B, C cəmi 6'dır. Qarpızın kütləsi maşının kütləsinin 8'də 5 hissəsini. Yəni qarpızın kütləsi 5 qısdırsa, maşın olur 8 qıs. Yemişin kütləsi maşının kütləsinin 4'də 1'ini təşkil edir. Yemiş K'dırsa, maşın olur 4K. Bura qədər bir problem yoxdur ki. İndi baxırsınız, yaxşı, bura bir x yazım ki, bərabərləşdirməyi sizə göstərim. Bura x-sa, bura olur 4x. İndi deyirsiniz ki, maşın burada 8x, burada 4x'dir. Ona neyini? Bunu 2'yə vururamsa, bunu da 2'yə vurum da 8x olsun. Ona yemişin kütləsi olacaq 2x. Ömrükdə bərabərdir 6'ya. Yəni 5x üzərinə gəlsin 2x, üzərinə gəlsin 8x bərabərdir 6'ya. 15x bərabərdir 6'ya. X'i tapanda 6'nı bölüm 15'ə. 6 böl 15. Eləcək 0,4. X oldu 0,4. Yəni x'imiz 0,4'dür. Maşında neçə ton qarpız var? Qarpızın özünün kütləsini istəyir təkcə. 5'i vuraram 0,4'ə eləcək 2. Qəşəng sual idi ha, samballı sual idi. Əgər B-ni, baxın, burada 5 ilə 3'ün heç bir rolu yoxdur, sadəcə əmsaldır. Silirəm bunu. B və C müsbət ədədlərdir. Əgər B-ni 4 dəfə azaltsam, bu düşəcək aşağı, yəni qiymət də 4 dəfə azalacaq. C-ni 8 dəfə artırsam, ümumilikdə 32 dəfə nə olacaq? Azalacaq. Çünki aşağı düşdü axı. A ədədi B ilə tərs, C ilə tez mütənasibdir. C-ni 4 dəfə artırsam, A ədədi B ilə tərsdir. C ilə düzdür. C-ni 4 dəfə artırsam, A da 4 dəfə artacaq. Düzdürmü? Ona görə A olacaq 24. Sonra üstə gəlsin. B ilə tərs mütənasibdir axı. Bu C-ni 4 dəfə artırsam, B 4 dəfə nə olacaq? Azalacaq. Üstə gəlsin 2. C-ni 4 dəfə artırsam, 12. Всё. Bir şey alındı. Bunları toplayanda eləyəcək 38. Yenə A'mız 3K, B'miz 8K. 3 ilə 8 qarşılıqlı sadə olduğu üçün əkov olacaq 24K. Əvvəl da olacaq 1K. Gedir qalır burada 24. Müsbət ədədlərin müqayisəsində yadınıza saxlayın. Sürətləri bərabərdirsə, məxrəci kiçik olan böyük olur, böyük olan kiçik olur. Onda belə çıxır ki, burada B kiçikdir A-dan, onda kiçikdir D-dən, onda kiçikdir C-dən. Yəni C burada ən böyükdür. Sonra D, sonra B gələcək. Sadələşdirəndə 100 dənə A, üzərinə gəlsin 10 dənə B, üzərinə gəlsin 1 dənə A. 100 dənə B, üzərinə gəlsin 10 dənə A, 1 dənə B. Bölünsün A plus B. Baxıram ki, 100 dənə A-nın üzərinə 10 A plus 1 A gələndə olacaq 111 A. Üzərinə gəlsin 111 B bölək A plus B.
Daha sonra 111'i ortak vuruq kimi çıxardıram. A plus B bölünsün A plus B. Bununla bu gedəcək. Eləcə 111. Aydındır. Sonra 15'e keçirik. 3'də 2, 4'də 1, 5'də 3'ün əkobunun tapın. Bunun yolları da var uşaqlar. Məsələn, sizdən nə istəyər? Qoy onu da deyim, o bir yolda deyəcəm. Elə bir ki, 3'ün 4'ün 5'in əkobunu tapırsınız. Eləcə neçə? 60. Hə. Məsələn, 60'da 1'i çıxardırsınız ortak vuruq kimi. Düzdür. Burada qalacaq 60'ı 3'e böləndə 20, 2'ye vuranda 40. Həqiqətən 60'da 1'i 40'a vuranda 3'də 2 edir, düzdürmü? Sonra 60'ı 4'e bölüb 1'e vuranda eləyəcək 15. 60'ı 5'e bölüb 12, 3'e vuranda 36. Yoxlayın. 60'da 40, 60'da 15, 60'da 36. Həqiqətən 60'da 40 3'də 2'ni verəcək. 60'da 15 4'də 1'i verəcək. 60'da 36 5'də 3'ü verəcək. Yoxlaya bilərsiniz. Sonra nə edəcəm? 40, 15, 36'ın əkobunu tapacağım. Tapanda, yəni vuruqlarını ayırın. 40'ı 2'ye bölüb 8 alıram uşaqlar. Görün beynim necə doldu mənim. 15, 3'e bölürəm 5, 5'e bölürəm 1. 36, 2, 18, 2, 9, 3, 3, 1. İndi ən böyük 40'dır. 40'ı götürdüm. Baxın, 3 yoxdur məndə. 3'ü götürürəm özümə. 5 varımda istəmirəm. 2 var. 3 də götürdüm, amma bir dənə 3'üm də yoxdur. Onu da götürürəm. Bu da eləyəcək 9 vur 40, 360. 360'ı aldım öz yerində. Axı, burada bir 60'da 1 də var axı. 360'ı da vuracağım 60'da 1'ə. Eləyəcək 6. B variantı. Aydındır. Neçə tam qiymətini, kəsrin qiyməti tam ədəd olar. Parçalayırsınız. 3n kvadratı bölək n. Üzərinə gəlsin 5n bölək n. Çıxılsın 12 bölünsün n. Alaram 3n, üzərinə gəlsin 5, çıxılsın 12 bölünsün n. Neçə tam qiymətində deyir? Natural demir. Tam deyirsə 12'nin natural bölənlərini tapırıq. 2'dən 2'dən 3'dən 1. Yəni 3 vur 2, 6. O da vuracam 2'yə 12 dənə. Çünki tam bölənlərinin sayını istəyir bizdən. Tam. Natural istəmir. Bunu toplayanda 2'də 3, 3'də 4, 4'də 5, nöqtə, 10'da 11. 3'lər gedir, 4'lər gedir, 5'lər də, onlar da bir yerdə gedəcək. Aşağıda qalacaq 2, yuxarıda qalacaq 11. Bu da eləyəcək 5,5. Bu cəmin qiyməti 3 tam %33'e bərabər olarsa, yəni 1 bölünsün 9'da A, üzərinə gəlsin 1 bölünsün 90'da A, üzərinə gəlsin 1 bölünsün 900'da A. İndi bunlar qalxır yuxarı, alacağım ki A'da 9, üzərinə gəlsin A'da 90, üzərinə gəlsin A'da 900. Bu da bərabərdir 333'ə. Yəni bunları məxrəcləri bərabər olduğu üçün sürətləri toplasam eləyəcək 990 bərabərdir 333'ə. İxtisar aparsam buradan 3, buradan 1, A'nın da 3 olduğunu alaram. 19'a baxırıq. Qablaşdırılmış malın qiyməti 85 manatdır. Qabın qiyməti malın qiymətinin 15'də 2 hissəsini təşkil edərsə, deməli qab 2 qısdır, mal da 15 qısdır. Cəmi 85'dir. Yəni 2 qısdan 15 qıs 85'dir. 17 qıs 85, x eləyəcək 5. Malın qiyməti 15 x idi axı. 15 vurulsun 5 eləyəcək 75. Deməli 5 gün ərzində satılan malın miqdarı gündəlik diaqramı verilib. Birinci gün 20 ədəd, yəni 13'də 4 hissəsi 20 olanı tapsam, 20'ni vuracağım 4'də 13'ə. Yəni 20'ni 13'də 4'ə bölürük, 4'də 13'ə vururuq. Bu derəcə 65. Ümumilikdə 65 dənə mal satılıb. 5-ci gün neçə ədəd deyir? 4 hissə, 3 hissə, 3 hissə, 1 hissə, 1 satılıb. Toplasam eləyəcək 4, 7, 11. Deməli 13'də 2 hissədə qalıb 5-ci günə. 65'i də vuracağım 13'də 2'yə. Bu da eləyəcək 10. Aydın oldu mu uşaqlar?
18-ə deyir ki, məxrəci 6 olan düzgün kəsirlərdən neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar. 6-nın vuruqlarına ayırıram. Deməli, məxrəci 6 deyir axı. Və sonlu onluq olması üçün burada 3 ola bilməz. Sadəcə 2-lər olmalıdır. Normalda 2 dənədir, amma düzgün dediyinə görə 2-dən də 1-in çıxıram eləyir 1. Aydındır uşaqlar.